Dostlar, hamı yaxşı bilir ki, Ulu Öndərimiz Heydər Əliyevin imzaladığı və bugün də qüvvədə olan bu qanun və əsasnamə əsasında verilən hüquqların və öhdəliklərin sonradan qanun qüvvəsində olmayan normativ hüquqi aktlar ilə pozulması qəbul edilməzdir. Bu cinayətdir, korrupsiya halı hesab olunur. Həqiqətən də bəzi məmurlar prezidentimizin etibarından suyu istifadə edərək bu sənədləri imzalamış olduğunu hesab edilir. Yəni, qanuna, dövlət özəlləşdirmə şəkilləri haqqında əsasnaməyə və konstitusiyaya zidd olaraq Ulu Öndərimiz vəfat edəndən sonra qəbul edilən sənədlərlə dövriyyədə tədiyyə, ödəmə vasitəsi kimi istifadəsinə birinci dəfə müddət qoyularaq məhdudlaşdırılıb və 2001-ci ildə isə vətəndaşların əlindən tam alınıb. Bu isə ümummilli liderimiz Ulu Öndər Heydər Əliyevin tarixi ədalət siyasətini pozmaq, xalqın haqqının əlindən alınması, ölkə vətəndaşlarının dövlətdən narazı salmaq, sosial gərginlik yaratmaq istəyən şəxslərin həm cənab prezidentimiz İlham Əliyevə, həm də dövlətə, həm də xalqa qarşı düşmənçiliyin olduğunu göstərir. Dostlar, xahiş edirik ki, hamınız özəlləşdirmə şəkilləri qrupunda bu məlumatları paylaşın ki, hamı bundan məlumatlı olsun. Dostlar, heç kim Ulu Öndərimizin dövlətin ən kasıb vaxtında xalqımızın qanı və canı bahasına qurulmuş Sovet dövlətinin əmlakının öz sahiblərini, yəni xalqa miras əmlak payı kimi qaytarılması üçün imzaladığı normativ hüquqi aktların və yüksək tribunadan səsləndirdiyi tarixi sosial ədalət siyasətini sonradan qəbul olunmuş qanun qüvvəsində olmayan sənədlərlə yüz minlərlə vətəndaşın əlindən alınmasına razı ola bilməz. Bu, konstitusiyamızın 149-cu maddəsinin 7-ci bəndi ilə də qadağan edilmişdir. Ancaq diqqət etməliyik, dostlar. Dövriyyədə olması zamanı heç bir normativ hüquqi aktlarla ödəmə vasitəsi kimi istifadəsi qadağan olunmayan dövlət özəlləşdirmə çeklərinin tədiyyə, ödəmə vasitəsi kimi istifadəsi Ulu Öndərimiz vəfat edəndən sonra qəbul edilən qanun qüvvəsində olmayan normativ hüquqi aktlarla məhdudlaşdırıldı və 2011-ci ildən bu hüquqlar vətəndaşların əlindən tam olaraq alındı. Hesab edirik ki, bu durum konstitusiyaya ziddir və burada hesab edirik ki, bu işləri görənlər cənab prezidentimizin etibarından suyu istifadə edərək o sənədləri hazırlayıb imzaladıblar. Dostlar, bunları bildirdikdən sonra sizdən bir xahişim var. Bu məlumatları paylaşın ki, hamı bilsin, hamı məlumatlansın. Facebook'ta özəlləşdirmə çekləri adlı bir qrup var və biz də o qrupun üzvüyük. Mən sizin üçün şəxsən bu məsələləri elmi olaraq da araşdırıb, həmin qrupda paylaşmağa çalışıram.